Herkese selam, kanalıma ve yeni vloga hoş geldiniz. Bugün birlikte bu komodu düzenleyeceğiz. Geçen vlogda bu komod hakkında suallar gelmişti ki bəs neçə almışam, hardan almışam. Bu komodu Perla'dan yeni il indirimleri zamanı 270 manata aldıq, 25% indirimle. Bir de bu komodun güzgüləri var idi iki kenarında. O da görkəmi heç xoşuma gəlmədi. Ona görə güzgülərini götürmədim. Sadəcə komodu götürdük. Güzgü ilə bir yerdə indirimlə hardasa 310 manat falan idi belə. Biz isə 270 manata güzgüsüz götürdük. Məncə çox yaxşı irəli düşdük. Yəni yeni il indirimlərdən faydalandıq. İndi hal-hazırda Perla'da bu komodlar var. Yəni keçib baxa bilərsiniz. Hal-hazırdakı qiymətini bilmirəm. Bir də keçən vlogda sual vermişdim ki, bəs nə haqqında video çəkim? Əslində heç verməsəm də olardı. Çünki onsuz da bilirdim ki, mənim 70% izləyicilərim ev vloqları, təmizlik, belə alış-veriş, yəni qarışıq vloqları sevirlər. Yəni heç verməsəm də olardı o sualı. Sadəcə yenə də verdim. Dedim bir dəyişiklik olar falan. Bir xanım orada yazdı ki, bəs nə vaxt sizi izləyirik, amma sizin haqqında heç bir şey bilmirik. Əslində mən özüm haqqında danışmışdım köhnə vloqlarımın birində. Sadəcə monetizasiya açıldığı zaman mən bilməyərək musiqi ilə bir yerdə danışdığımı da silmişəm orada. Ona görə düşməyibdi. Dedim yenə burada da deyərəm. Adım Aida, 33 yaşım var, ailəliyəm, 3 uşağım var. Bir qızım 14 yaşında və 4 yaşında əkiz oğlanlarım. Ailədə 3 uşağıq. Mən, böyük qardaşım və kiçik qardaşım. Uşaq vaxtımdan Rusiyada yaşayıb orada böyümüşəm. Hardasa 2 yaşımdan artıq ora köçmüşdük. Azərbaycana isə, yəni Bakıya 2012-ci ildə köçmüşəm. Razinə gəlmişdik ilk öncə, sonra isə köçdük Nərimanova, Nərimanovdan sonra isə köçdük Razinə yenidən. Əslində özüm haqqında çox da danışmağı sevmirəm. Sadəcə onu deyə bilərəm ki, çox dəhşət mehriban insanam. Kim ki mənə zərrə qədər yaxşılıq etsə, mən onun 2 qatını ona qaytarasıyam. Səmimi insanam, ikinci bir üzüm yoxdur. Ola bilsin ki, mənim üzümü görməsəniz də mən sizinlə tam olaraq səmimi paylaşımlar edirəm. Yəni ikinci bir üzüm yoxdur, yalanım yoxdur, nəyim varsa odur. 33 yaşım olsa da, yəni öz yaşımı bildirmirəm. Bu bizdə genetikadan irəli gəlir. Biz yəni yaşımızı heç vaxt bildirmirik. Tərifləmirəm özümü. Əslində deyirsən kimsə tərifləmirsə özünü təriflə. Kim məni görürsə mənim yaşımı mənə heç vaxt verməyibdi. Eləcə də mənim 14 yaşımda qızım var. Hər dəfə deyəndə ki, bu mənim qızımdır, heç kim inanmır. Mənə ən son 25 yaş maksimum dedilər. Maksimum 25 yaş verdi mənə xanım. Niyə mən bunları burada deyirəm? Əslində deməməliydim. Sadəcə suallar gəlir. İki xanım dəqiq sual verib ki, bəs biz sizin özünüzü görməmişik, ancaq təsəvvür etmək istəyərdik ki, biz heç olmasa nə cür bir xanım izləyirik. Gözlərinin rəngi falan. Gözümün rəngi qəhvəyi rəngdir. Tünt deyə bilərik də belə. Arıq üzüm var. Yəni nə cür deyə bilərəm? Yəni normal bir insanam da, yəni. Mən məsələn kimlərisə izləyəndə heç vaxt fikirləşməmişəm ki, görsünüz görüşü falan necədir. Mən özümü bilirsiniz necə təsəvvür edirəm. Tom Jerry'də bir personaj var ya, biraz topuş qadındır. Üzü görsəmir. Onu kimi təsəvvür edirəm özümü. Çox faydalı məlumatmışmış kimi bunlar da burada dedim. Əslində heç danışmaq da istəmirdim. Sadəcə gördüm ki, suallar gəlir. Davamlı olaraq gəlməsin deyə dedim ki, elə burada da səsləndirim. Düşünürəm özüm haqqında bu qədər danışmağım yetərli olar. Əsas odur, mənim ərişlərimə baxın, videolarıma baxın, mütləq like edin. Əgər bəyənirsinizsə, daimi olaraq mənim kanalımı izləyirsinizsə, o zaman kanalıma abunə olun. Kim ki abunə deyil. Bununla siz mənə çox dəstək olmuş olarsınız. İnanın ki, həqiqətən də buna bir yaxşılıq kimi baxın. Kiməsə yaxşılıq etmiş olursunuz. Sizin sayənizdə də mən də irəliləyiş eləmiş olaram və sizin üçün daha da bol-bol kontentlər çəkərəm, paylaşaram. Faydalı məlumatlar falan hamısı olacaq. Maraqlı videolar da olacaq. Ona görə mütləq kanalıma abunə olun. İndidən hər kəsə təşəkkürümü bildirirəm. Deyəsən çox danışdım, mən susum, siz də baxmağa davam edin. Əslində bu videonu mən ASMR formada çəkib paylaşmaq istəyirdim. Sadəcə qonşuda bilmirəm, yuxarıdadır ya yan qonşularımızdır, təmir edirlər. Səsi çox gür gəlir, yəni ki, qulaq asmaq mümkün deyil də, yəni daha doğrusu baxmaq mümkün deyil. Ona görə musiqi qoyuram.
Komodu da birlikdə düzənlədik. Sizcə nətər alındı? Mütləq rəylərdə yazın və siz nələr doldurardınız içinə, onu da mütləq yazın. Bəlkə mənə də fikir oldu. Sonra yer dəyişim eləyərəm və yaxud nəsə. Əslində mənim bu komoda ehtiyacım var idi. Dəsmallardı, pastel dəstlərdi falan da bunları yığmağa yer axtarırdım elə. Yaxşı oldu ki, aldıq bunu. Bir də hətta fikir verdinizsə orada corabları da yığdım. İstədim ortada olsun ki, hamının əli çatsın, götürsün. Yoxsa soruş bir də mama, məsələn, qızım deyir ki, corablar hardadır? Onu axtarmasın deyə dedim elə qoy burada olsun əl altında. Bir də təbii ki, mənim gel laklarımdır, mətbəx dəsmallarımdır. Onları da burada yerləşdirdim. Mütləq öz fikirlərinizi yazın. İndi isə gəlin birlikdə Temudan gələn sifarişlərimizi açaq. İlk öncə sizə bu qubqaları göstərmək istəyirdim. Belə gül formasında qəşəng qubqalardır, yumuşaqdır. Bu video səsləndirəndə mən artıq onu 2 gündür ki, yox, daha doğrusu 3 gündür ki istifadə eləmişəm. Xoşuma gəldi. Qəşəng köpükləndirir, yumuşaqdır. Sadəcə bir balaca böyükmü olsaydı, daha yaxşı mı olardı, bilmirəm. Bəlkə də kiminsə əlinə düşər. Amma qəşəngdir. Tövsiyə edirəm almağınızı. Sonra bir də gül almışdım. Nə bilim, bəzi aksesuarlar var idi. Dedim onları sizə göstəreyim. İlk öncə bunu göstərmək istəyirəm. Bu, o ki, dırnaq dəyir, ətə giririk. Baxın, onu çıxartmaq üçündür. Dərinə salırsan və o dırnağı oradan kəsirsən. Bu işləri mən bacarıram. Ona görə dedim ki, alım evdə olsun. Çox qəşəng güldür. Həqiqətən də gözəl görsənir. Buna oxşar deməli Yuskda da var. Sadəcə mən Temuda artıq görmüşdüm deyə Temudan sifariş vurdum. Əslində istərdim ki, bu video ASMR formada olsun, amma ki, bu remont səsləri falan o qədər güclüdür ki, yəni mənim səsim o remontun yanında batacaqdı. Ona görə məcbur qalıb üzündən səsləndirmə eləyirəm. Amma bu sifarişlərimi həqiqətən də çox bəyəndim. Qəşəngdir, yəni sifariş eləyə bilərsiniz. Artikullarını da paylaşacağım. Bir də bu komodun üstünə belə bir aksesuar almışdım. Bunu fikirləşərək almışdım. Məsələn, bu şamlar daşla işləyir. Tam təhlükəsizdir. Yəni yerə düşsə belə uşaqlar əlini falan da yandırmayacaqlar da. Yəni təbiidən bu daha yaxşıdır düşünürəm. Əgər evdə uşağınız, körpəniz varsa, yığılması da çox rahatdır. Yəni bir-birinə keçirdiksən, bağlayırsan və şamları düzürsən üstünə. Əslində şamlar əyri qalırlar. Sonradan öz beynimi işlətdim və dedim ki, bəlkə bunun içinə qəpik qoyum. Qəpik qoysam daha yaxşı olacaqdı, düz duracaqdı və həqiqətən də işə yaradı. Sadəcə hərdən bir belə düşmək istəyir. O da problem deyil, düzəltmək olur. Bu ramkanı da müvəqqəti gətirdim, qoydum bura ki, görüm yaraşır, yaraşmır. Heç yaraşmadı. Ona görə sonradan bunu götürdüm. Düşünürəm, nə bilim, bura heç getmir. Həm də uşaqlar da qoymaz ki, bu burada sağlam qalsın. Və bu gülləri də dedim ki, bu vazanın içinə qoyum. Əslində bunun içində yaraşmadı. Nəsə elə də yaxşı görsənmədi, amma başqa qabım yoxdur deyə dedim ki, elə bunun içinə yığım. Yenisini sifariş etmişdim Temudan. O gəlsin, onun içinə yığacağam. Bir də Trendyoldan sifariş etdiyim bu kitabları, qutu kitabları qoydum bura. Üstünə də gülü düşünürəm. Belə də bu üstdən səsləndirməm heç xoşuma gəlmədi. Əslində ASMR olsaydı daha yaxşı olardı. Sadəcə dediyim kimi təmirdəki səslərə görə səsi kəsməli oldum. Səsləndirməklə əslində elə də aram yoxdur, amma ki məcburdayıq. Bu dəfə belə elədim. Bu görüntü isə heç xoşuma gəlmədi. Temudan sifariş etdiyim bu dəsmalları deyim sizə 1% belə olsun bəyənmədim. Deməli, su çəkmir, çox yumuşaqdır, hədsiz. Heç birini bəyənmədim. Bu çay dəsmallarını da bəyənmədim. Bunlar da su qəti çəkmir və mən düşündüm ki, belə deyim sizə, elə bir ki zamanla yuyulduqca elə bir ki düzəlir, amma proses çox gec gedir. Mən də tez getsin o proses deyənə dedim ki, bunu qaynama rejiminə qoyum. Elə bir ki, deməli pambıq rejiminə qoyum, 90 dərəcədə yuyum. İndi balacalaşar, balacalaşmaz bilmirəm, amma yəni dedim ki, qoyum bir dənə qaynasın, görək bəlkə onda özünə gələr. Heç bir yaxşı deyil də, yəni məsləhət görmürəm, açıqda paylaşmıram. Bir izləyicim də hətta yazdı, daha doğrusu 2 izləyicim yazdı ki, bunlar yaxşı deyil, bəlkə də sizdə yaxşıdır, amma xeyr, heç birində, heç bir halda qəşəng deyil. Malları yudum, qaynatdım daha doğrusu 90 dərəcədə. Demək olar ki, əvvəlki vəziyyətinə baxanda biraz düzəldi. Düşünürəm heç buna ehtiyac da yoxdur, yəni ki, istifadə etməyə. Nə fikirləşdim mən bunlar barədə? Bu xırdalar ki var. Bunları düşünürəm, mən balkonda istifadə edərəm. Məndə sarı dəsmallar var, hansılar ki bir dəfə balkonu silirəm qəşəng, sonra onları atıram. Gedir. Düşünürəm bunları da elə istifadə edərəm. 4 ədəddir. Balacalar, yəni 4 ədəddir. Onları ona istifadə edərəm, bir dəfə istifadə edib atarım. Bunları da 2 yerə bölüb onda istifadə edərəm. Çünki yaxşı deyil də. Yəni nə eləmək istəyirəm? Paduşka. Bəli. Dedim ki, 2 tərəfli belə paduşka eləyərəm qəşəng. Məncə maraqlı bir şey alınacaqdı. 3 dənə belə paduşka olacaq. Bunları isə düşünürəm, bunları saxlayacağam belə. Məsələn, qab yanda üstünə falan belə sərməyə lazım olar. Mən çıxdım və yadıma düşdü ki, mən belə bir uqlərim var. Yadımdan çıxmışdı, getdim, çıxartdım. Dedim gedim, sumkamla da gedir bu arada. Mağazinlərə gedirəm sizlər üçün çəkiliş etməyə. Görə yenilik nə var? Dekolivdə təzəliklər, nələrsə gəlibdi. Dedim gedim baxım.
Dedim yine 100 gram. Dedim görüm değişirlik nəsə var. 24 Mart'ta 25 Mart'a qalxdı. Ben bunu hələ də ala bilmədim. Bu arada dırnaqlarımı dəyişmişdim. Rəngi. Bitirmə geldi. Evdə rəng açılır. Ucuları qalır. Ucuları mavi qalır. Çölə çıxanda belə rəngi dəyişir. Bunlar yeni indirimdədir. Mən bunu 6 manat almışdım. Qəşəngdir. 7 manat, 8 manat. Böyle bir şey Temu'dan aldım ben. Kızılı renkte içinde güzgü. 4 manata indirime düştü. Ve Temu'dan belə bir güller vurdum. Baxın buna oxşuyur. İndi görək eynisi mi gələcəkdi? Bilmirəm. Şəkildə cəmi bir nəfər paylaşmışdı. Görək eynisi mi gəlir? Bir de bunlar xoşuma gəlir. Kızılı renk. Qəşəngdir. Səbətlər. Əslində belə bir səbətə ehtiyacım var mənim. Baxın belə bir şey 79 manat. Vay. Deyirdim ucuz olsa götürərdim. Ehtiyacım var idi ama dəqiqasın bu indirimdədir. Baxın 75 manat ama nə bilim 50 işidir də bunlar. Bir dəfə görmüşdüm. 50 işi olduğunu görmüşdüm də. 50 işi düzəldirlər. Ne güzeldi. Qəşəngdir 20 manata. Kutudan çıktım. Demək olar ki, eyni şeylərdir. Ona görə dedim, gedim dekulivə. Nə qəşəng güllərdir. Neçədir bu? Çox qəşəngdir amma. Neçədir ki bu? Elə baxardım. Gözəl deyə. Mənim stakanım burada var imiş. Bir dənə bunu götürüm. Balaca ölçünü. Baxın. O kadar hoşuma geliyor ki bu stakan. Kırdım da 2 taneydi. Şimdi bir tane bundan götürərəm. Yeni ilə ait qab-qacaqlar hələ də var. 15 manata açar evi. Home. Güzeldi. Bağlanmadı. Şamlar 7.90'a. Həqiqi şamlardı. Buraya yəqin ki daha gəlməyən yoxdur da, hamı gəlib. Yeni dekorlar hələ də var. Belə bir şey maraqlı görsənir. Bir də bunlar da qəşəngdir, baxın. 12 manata. Padnos. Oy, arası dəydim. Vay, bu da qəşəngdir. Bu neçədir? Yazılmayıb. Yox, 25 manat. 25 manat. Qəşəng. $25 manatadır bu. Yəqin bu ağ hissəsinə görə də elə bax olar ağırdır. Yəqin ona görə elə bahadır. 25 manat. Plastik meyvə qabıdır. 5 manat 90 qəpiyə, 6.90'a belə qiymətlər dəyişir. Belə. Nə qəşəngdir. 9.90. Nə uzundur bu? 8.50'ye belə qəşəng bir uzun bir qızılı qabdır. Maraqlıdır. Bunda qəşəng görsənir. Böyle bu şeyler de çok şey var. Beğenebileceğiniz çok şey var. Qazan tavalar. Tek kapaklar da var. Güzeldi bu. 17 manata. Bunlar da qəşəng qiymətədir. Baxın, endirimdədirlər. 3.90, 3.90 bu.
Əlus dəsmalıdır da. Demək vaxtı dəyişdirib istifadə etmək olar. Rəngi qəşəng, biraz bundan tündür, amma ekranda çox net görsənir. İndirimlər var. Bir dənə göstərim sizə. Biletlər. Səyahətə getmək istəyənlər üçün neçədir bu? 8.90. Hamam xalatları, saatlar və çox şey var. Və dekorativ güllər də var. Baxın, palma beləsi də var. Belə şeylər də var. Baxın, 9.90-a. Zeytun. Belə qəşənglər. Baxın, mən Tem'dan belə bir şey sifariş etmişəm. Şişədə bu 9.90. İndirimdən 4 manat aldım. Belə yumru fəsonda aval. Çok şey var burada. Bu piyonlar da geçenlikle bir ədədir. 6.90'adır. Baxın bu bir ədədir. Geçenlik tamam. Temada doludur bunlar. Lazımdan da almaq olar. Bir de bu sepət 49.90'adır. Baxın. Geçenlikine. Kartoşka, soğan, meyvə yığmaq olar. Burada bundan var. 3.50'ye. Saçağa dədənə spreydi də vurmaq olar. Zərdir. Buradan bundan götürün. Məndə o şey bitir. Belə qabaşmada götürün. Baxın görün başqa nə var. Tam çoxdur burada. Çəkə bilmirəm. Kısa kapılar gelsin gelip. Da benim şöyle bir söz soruşum. Ama bir kere ve yine yükseğe danışır. Ne çek her şey. 4 marka her şey bizde bu. Burada bir şey var. İsteseniz qiymət 1 manatdır. Şeydə bu maçadan qoymaq üçün. Baxın burada bir də görünə var. Unutarsın o şey olur. Aşırı basılan yerə baxıra yapışdırmaq üçün belə ürəklərdir. Renklər də var. Bunlardan içində bu vanilya kekiyadır. Bunlar. Sonra burada belə yapışqanlar var. Tərəfli bunu koydu. Böyle bir şeydi. Sonra bunlar düğmeler olur ya yorğana takmaq üçün. Baxın odur. Bu çaydır. İçine çay tökürsən dəmlənir. Adam çox yeri burada. Şeyler de var. Burada şeyler çoxdur. Bu nədir? Belə şey yapışqan. O da yapışır, o da ikisi de. İçinde. Burada telefon üçün şey de var. Nədir bu? Biz 2 manat bizə qiyməti. O bir tərəfdə qızıl rəngi də var idi. Sonra şamlar. Burada mənim aldığım dəmir taxtalar olur, kəsmə taxtası. Baxın, batırıb getmişəm. Bunlar çox yaxşıdır da, yəni ət də doğramaq olar, hər şey kəsmək olar. Eyni zamanda da xarab olmayacaqdır da. Çox şey var. Sadəcə gəlib baxarsan da, yaxada var, çox şey var. Qazana baxın, 10 manata. Mən bundan aldım 5 manata, yağ əridirəm içindəki şeydə. 14 manat, 11 manat. Dəst belə də var, 35. Belə. Çox şey var burada. Nələr? Demək olar ki, burada həm də Temurda olan məhsullardan da var. Sizə gəlib baxasan. Qab üçün 2 manat. Mən bundan alıram. Üzüma gelidir, çox qəşəngdir, amma bundan üzünü yuduqda həm makiyajı şey təmizliyi dərindən, həm də sifonu bir bulanlıq çəkir. Həm də deyim ki, nəm saxlayır üzü. Çox yaxşıdır. Qiyməti qalxıb biraz. 10 manat 8 qəpiyi də olub, 10 manat 88 qəpik. Amma yenə də yaxşıdır. Mən bunu həmişə deməli bonus kartımla alıram. Dekolivdən baxın bunları aldım. Bu qabı indi göstərəcəm nə üçün aldım. 1 manat neçə qəpik idi? Ayda 1 manat neçə qəpik deyə baxaram deyərəm sizə. Sonra kaşqan aldım. Bunu götürdüm. Qəşəngdir. Rahat marketdən bunu götürdüm bonus kartımla. Nə alsan ucuz aldan 2 ədəd belə qab aldım. Yağ pendir qabıdır. Şüşədəndir. Digər aldığımı onu da oradan almışdım, amma yoldaşım bəyənmədi deyə bu nədir? Ona görə belə şüşədən aldım. Belə bir qapağı var. Bir də bu içi şey dərindir. O pisini yoldaşım bəyənməmişdi. Görünüşü də baxın budur. Belə bir şeydir. 1 manat 50 qəpiyə bir dənəsini aldım. 1 manat 50 qəpiyə düşünürəm çox da yaxşıdır. 2 ədəd götürdüm. Mən 1 manata belə qalçı götürdüm. Məndəki xarab olmuşdu, ona görə götürdüm. Bir dənə belə asvejitil aparata qoşmaq üçün vanil qoxuludur. Çox sevirəm vanil qoxulu hər bir şeyi. Və bir də bu salafanlardan. Daha doğrusu bu qapaq salafanlar deyək də buna. Bunu baxın. Qiyməti buradaymış. 1.90 almışam. Baxın, bunun üçün istəmişdim. Mən belə şamlarım var burada. Və belə bir korobkanın içinə atmışdım. Rahat boşalda bilərəm. Sırf burada istifadə edeyim. Qiymətini qopartmadım.